Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. İndi izah edəcəyim suallar 2020-2021-ci il Lütfüzadə Riyaziyyat və Məntiq Olimpiyadası yarımfinal suallarının izahı olacaq. Bu sualları mütləq izləmək lazımdır. Yəni, əgər şagird uğur qazanmaq istəyirsə, əvvəlki illərin sınaqlarını işləməli və həmin sınaqların video izahlarını da dinləməlidir ki, buradakı analitik bizim sualların həll yolları necədir, bunu bilməsi lazım və bunu bilən şagird mütləq uğur qazanacaq. Bu sualları isə Edibaz Az Instagram profilində paylaşılacaq. Instagram səhifəsində, həmçinin WhatsApp və Telegram kanallarına da PDF şəklində də paylaşılacaq. YouTube kanalımın həmin bu videonun, yəni şərhlər bölməsində linkləri paylaşacağım. Instagrama da daxil olun, Instagramda izləyin, çünki orada suallar paylaşılır. Həm də WhatsApp və Telegram qruplarına da qoşulun, orada paylaşacaq suallar. Bundan əlavə, yenə də onu deyim ki, bu sınaqlardan əlavə şagird yeni nəsil analiz edici sualları da işləməlidir mütləq. Həmin suallar isə mənim özümün hazırladığım və ya xarici vəsaitlərdən tərcümə etdiyim zəka gelişdirici, yeni nəsil, analitik, riyazi məsələlər, şəkillər ilə əlaqəli suallardan ibarət sınaqlar qrupum var. Həmin sınaqlar qrupunun qiyməti növbəti tura keçən, yəni indi yarımfinal turu üçün hazırlayan şagirdlər üçün endirim tətbiq olunmuşdur. Endirim sadəcə olaraq ilk 30 nəfər üçün 12 manatdır. Siz 12 manat bir dəfə ödəyərək bütün sınaqları əldə edirsiniz. Saytda paylaşdığım və həmin sınaqların hər birini video izahlarını da əldə edirsiniz və hər birini işləyib, hər birini video izahına baxaraq mütləq uğur qazanacaqsınız deyə bilərəm. Çünki suallar çox yerdə paylaşılmır. Yəni, o tip suallar sadəcə olaraq Edibaz Az saytında yerləşdirilir. Başqa yerlərdə tapılması çox azdır. Çünki suallar qeyri-standart suallardır. Standart suallar da paylaşır, amma əsasən qeyri-standartdır. Yəni, yarımfinala, finala düşəcək suallardır. Həm Lütfüzadə üçün, həm Respublika müsabiqəsi üçün, həmçinin lisey və gimnaziya hazırlayanlar üçün sınaqlar qrupunun qiyməti sadəcə 12 manatdır. Bir dəfə 12 manat ödəyirsiniz. Bütün sınaqlar, yəni yüzlərlə sınaqdır. Onların video izahlarıdır. Hamısını əldə edirsiniz. Yəni, yenə deyirəm, sadəcə olaraq bir dəfə 12 manat ödəniş edirsiniz. İlk 30 nəfər üçün 12 manatdır. Sonraki qoşulmaq istəyənlər üçün qiymət müəyyən qədər artacaq. Ona görə də tez bir zamanda qoşulmağınızı tövsiyə edirəm. Nömrəmiz də burada qeyd olunubdur. 055 774 48 36 nömrəsinin WhatsApp-ından yaza bilərsiniz və ya əlaqə saxlayaraq danışa bilərsiniz. Orada da daha ətraflı məlumat verə bilərəm. İndi keçək sınağın izahına. Sınaq deyərkən, yəni bu 2020-2021-ci il rəsmi Lütfüzadə Riyaziyyat və Məntiq Olimpiyadasının yarımfinal suallarıdır. Sualları Instagram səhifəmdə, yəni Edibaz Az Instagram səhifəsində və Telegram, WhatsApp kanallarında paylaşılacaq. Linklər Instagramdır, Telegramdır və WhatsApp linklərini bu videonun şərhlər bölməsində paylaşacağım. Həmçinin bu kanalımıza da mütləq abunə olun, paylaşın. Sayımız artdıqca bütün illər ərzindəki Lütfüzadə sınaqlarını, yəni rəsmi sınaqlar, yarımfinal sualları və final sualları olsun. RFM-nin də hər birinin final, yarımfinal və əvvəlki illərin rəsmi sınaqlarının sualları paylaşılacaq və bu kanalımızda video izahları paylaşılacaq. Sınaqlar qrupuna qoşulmaq istəyənlər üçün xüsusi suallardan ibarət sınaqlar qrupuna qoşulmaq istəyənlər üçün yenə deyirəm, bu nömrə ilə əlaqə saxlayın və ya yazın. Öz nömrəmdir. Sadəcə 12 manat ödəyəcəksiniz. Yəni, bir imtahan qiymətinə yüzlərlə sınaq. Yəni, mayın 2-sinə qədər bunlar ediləcək.
İndi başlayaq izaha. Aşağıdakı şəkildə iki kvadrat təsvir edilmişdir. Rənglənmiş hissənin perimetri 60 cm olarsa, böyük kvadratın sahəsi neçə kvadrat santimetrdir? Rənglənmiş hissənin perimetrini 60 verib və bu verilmiş figurda kvadratdır. Biz burada fikir versək, məsəl üçün burada biz kvadratın perimetri 60'dırsa, hal-hazırda rənglənmiş bu figurun, yəni rənglənmiş deyəcəm, buradan gedir söhbət. Bu figurun da perimetri 60 olacaq. Niyə? Çünki bizim bu xəttimiz buradakı xəttə uyğundur. Yəni buna. Bu xəttimiz isə bax bu buradakı xəttə uyğundur. Yəni bunları biz paralel köçürəsi olsaq, bunlar eyni ölçüdə xəttlərdir. Və ya bunu köçürəm bura. Bu xəttimizi. Sonuçta yenə də kvadrat əmələ gəlir. Yəni, nə demək istəyirəm, bir də göstərim. Bura A-dırsa, bu ölçü. Bu ölçü də A-dır. Əgər bu ölçü B-dirsə, bu ölçü də B-dir. Yəni, perimetrimizdə heç bir dəyişiklik olmur. Yəni, buradan biz B-ni kəsib götürürük. Sanki bura əlavə edirik. Bu da bizim rənglənmiş kvadratın dəyişən figurun tərəfidir və ya bu hissə ilə bura uyğun bir tərəfdir. Yəni sonra bizim heç bir dəyişdiyimiz olmur figurumuzun perimetrində. Yəni mən bunu belə çevirəsi olsam, gəl bura yapışır. Bunu da belə çevirəsi olsam, gəl bura yapışır və olur yəni kvadrat yəni. Yəni bu iki ölçü sanki kəsilərək bu kənarlara yapışdırılıbdır bu formada. Yəni bu ölçümüz kəsilib yenidən yapışdırılıb. Yəni ümumi kvadratımızın perimetri dəyişmir. Olduğu kimi qalır. Ona görə biz deyirik ki, əgər bu rəngli hissənin perimetri 60'dırsa, demək ki bu kvadratın perimetri də 60'dır. O zaman 60'ı 4'e bölsək, hər tərəfini 15 taparıq bu kvadratımızın. Çünki kvadratın bütün tərəflər bərabərdir. 4 dənə tərəfi var, eyni. 60'ı 4'e böldüm, hər tərəfin 15 olduğunu tapdım. O zaman bu kvadratın sahəsini tapmaq üçün S bərabərdir. N'ni uzunluğuna vuruq. N'ni və uzunluğu eynidir. 15 vur 15 eğir 225. Yəni cavab D variantı olacaq. Keçək ikinci suala. Aşağıda verilən qaydaya görə 111 ədədi neçənci sətirdə yer alır? Baxası olsaq, hər sətirdə 6 dənə ədəd var. Demək ki, biz sətir 111'in də neçənci sətirdə olduğunu tapmamız üçün 111'i 6'ya bölməliyik. Çünki hər sətirdə 6-6'dır. Biz 111'i 6'ya bölərək sətir sayını tapa bilərik. Burada sətir sayı 18, qalıq 3 qalır. Yəni, bu demək ki, 111-ci ədəd 18-ci sətirdə deyil. Yəni, 18 sətir 108 dənə ədədlər yazılana qədər bitmiş olur. Yəni, 18 sətir. Çünki ən son 18-ci sətirdə də biz 6 dənə ədəd yazarkən 108-ci ədədi yazmış oluruq. Yerdə qalır 109, 110 və 111-ci ədədlər. Bu ədədlərdə demək ki, növbəti sətir, yəni 19-cu sətirdə yazılacaq. Yəni bu ədədlərimiz 109, 110 və 111. Bunlar bizim 19-cu sətirdə yazıldığı üçün 111 də 19-cu sətirdə, yəni D variantı olacaq. Üçüncü suala baxırıq. Aşağıdan neçəsi bir kubun açılışı ola bilməz? Kubun açılışında yuxarı və aşağı qapaqlar olmalı. Qapaq dediyim, yəni kardon kimi düşünsəz, bir kutu kimi. Bir dənə bunu çəkim. Kub çəkməyə çalışacağım burada təxminən. Kub olsun. Gördüyümüz kimi kubun üst və alt hissəsi var. Bu üst və alt hissə açılarkən belə bir açılım olacaq. Yəni bunu belə özümüzdən göstərək. Sanki 4 dənə yan üzlər var.
yan üzlər. 4 dənədir kubda. Sağ, sol, ön, arxa. Bir də altla üstə qapaqlardır. Altla üst, biri altda, biri üstdə olmalı. 4 dənə də bu yan üzlərdir. Yəni bu cür olmalıdır. Bu alt və üst üzlər yəni dəyişə bilər. Burada da ola bilər. Nə bilim, bunu burada yerləşdirə bilər. Fərq etmir, harası yerləşdirsin. O qapaqlarımızın biri altda, biri üstdə olmalı mütləq. Məsələn, birinci variantına baxsaq, burada mümkündür yəni. Çünki bu fikrumuzun sanki bu yan üzlərdir. 4 dənə bükürük. 4 dənə yan üz olur. Bu üst qapaq, bu da alt qapaq. Yəni ola bilir. Birincisi. İkinciyə baxsaq, bax üst qapaqla alt qapaq ikisi də üstdə yerləşir. Yəni biz bu ikisini üst tərəfdən örtəsi olsaq, kubun alt tərəfi qapaqsız qalır. Yəni açıq qalmış olur. Ona görə ikinci uyğun deyil. Üçüncü uyğundur. Çünki bu 4 dənə yan üzlərdir. Bu isə alt və üst üz, yəni oturacaqlar qapaqlarımızdır, örtülür. Dördüncü baxaq olsaq, yəni bu yan üzlərdir, 4 dənəsi. Bunun bu isə alt və üst tərəflər, yəni oturacaqlarımızdır. Alt və üst qapaq deyə bilərik. 4 uyğun, yalnız uyğun olmayan bir dənəsi 2-dir. Bizə deyir ki, neçəsi bir kubun açılışı ola bilməz? Bir dənəsi, yəni A variant. İkinci şəklimiz uyğun deyil. Bizdən sayını istəyir. Yəni durub burada 2 yazmırıq ki, ikinci. İkinci uyğun deyil. Bu bir dənə uyğun olmayan variantdır. Bizə sayını istəyir. Yəni bir dənəsi uyğun olan cavab A variantı. Keçirik dördüncü suala. Dördüncü suala verilmiş toplam əməlli A, B, C, D, Y müxtəlif rəqəmlərdir deyir. A plus B plus C plus D plus Y cəmin ən kiçik qiymətini istəyir bizdən. Ən kiçik olmaq üçün demək ki, biz C-yə, B-yə, A-yə və Y-lərə ən kiçik qiymətlər verməliyik. Hazır baxası olsaq, bunları toplayıbdır 3 dənə ədədimizi, 3 rəqəmli, 2 rəqəmli və 1 rəqəmliləri toplayıb 3 rəqəmli ədəd alıbdır. 3 dənə C-ni toplayıb buraya 7 yazıbsa, demək C mütləq 9-dur. Başqa mümkün deyil, çünki 3 dənə 9-un cəminin axırıncı rəqəmi bizə 7 verir. Yəni 3 dənə 9-un cəmi 27-dir. 7-ni yazıb 2 yadda. Demək C 9-dur. Mütləq. Yəni başqa kiçik ədəd də verə bilmirəm. Yəni çünki 9-dan başqası mümkün deyil ki, 3 dənəsini toplayım, axırı bizə 7 verən bir ədəd alınsın. İndi B ilə B-yi biz 1 kimi düşünə bilərik ki, 1 üstəgəl 1 2 olsun, D də kiçik olsun. O zaman biz A-ya məsələn 3 versək, Y də 3 olacaq. Kiçik olması üçün. Bizə deyir ki, verilmiş toplama əməlində A, B, C, D, Y müxtəlif rəqəmlərdir. Burada A ilə Y-nin müxtəlif olmaması, eyni olmaması üçün, yəni müxtəlif olması üçün burada B-ləri toplayarkən bir yadda qalmalıdır. Bunun üçün də biz B-yə ən kiçik nə verə bilərik? 4 verə bilərik. 4-dən 4 toplasaq 8 deyir. Buradan 9-ları toplayarkən 2 yadda qalmışdır. 2 yaddan da 4-ləri toplayan 8 deyir. 8 toplayan deyir 10. O zaman D-yə 0 düşür. Demək ki, B-yə biz 4 versək, 1 yadda qalacaq. Yəni bu 4-ləri toplayan 8, üstə gəl 9-ları toplayarkən 7 yazmışdıq, 2 yadda qalmışdı. Həmin 2 yaddan bu 4-lərin cəmi 8 toplasaq 10 edir. D'ye 0 yazıram. O zaman D 0 oldu. Və 1 yadda qaldı. Həmin 1 yadda ilə A-nı toplasaq Y alınar. A-ya da 1 verəcəm. Çünki hal-hazırda C və B və D 1 olmalı üçün A-ya 1 verə bilərik. A 1 olsa burada 1 yadda qalmışdı. O zaman 1 ilə 1 yaddan toplasaq Y olacaq 2. Yəni də 2 tapacağıq. Y də bərabər 2. Heç ən kiçik ədədləri yazdıq. O zaman bunları toplaya bilərik. 9 üstəgəl 4 eğer 13. Üstəgəl 0 yəni 13. Üstəgəl 1 14. Üstəgəl 2 eğer 16. Yəni A, B, C, D, Y-nin ən kiçik qiyməti 16 olacaq. D variantı. Keçək 5-ci suala. 4 eyni düzbucaqlı şəkildəki kimi birləşdirilərək kiçik və böyük kvadratlar əmələ gətirilir.
Hər düzbucaqlının perimetri 32 sm olarsa, böyük kvadratın tərəfi neçə santimetrdir? Böyük kvadrat dediğimiz budur. Hal-hazırda burada. Kiçik ise bu içəridəkidir. Şimdi bizə deyir ki, hər bir düzbucaqlının tərəfləri cəmi 32'dir. Perimetri 32'dir. Bizə bu düzbucaqlının burasına A, burasına B versək, yani bu kısalını devam edək. Deməli, bura B yazıq, bura A. Bunun perimetrini 32 veribsə, bizə bir perimetr nədir? Bura B, bura da A. 2 vurulsun A plus B'dir. Ona beraber 32 verir. O zaman A üstü gəl B nə olar? 16. O zaman biz buradan A üstü gəl B'ni buradan qeydəyim. 16'dırsa bura A silirəm. Eyni düzbucaqlar verildiği için burada B'li. Gördüğümüz kimi kvadratın bir tərəfi bu A ile B'nin cəmidir. Bizə kvadratın tərəfini istəyir. A ve B'nin cəmi biz 16 tapdıq. Ona görə də cevabımız elə 16 olacaq. B variantı. Yəni böyük kvadratın tərəfi. Yəni buraya baxsaq, bizə bura B'dir, uzun tərəf. Kiçik tərəf A vermişik. Yəni A üstü B 16 tapmışıq. Burada da B ve A'dır. Yine de bu ikisinin cəmimiz 16'dır. Burada da A ve B versək, bu hissəmizin de uzunluğu A plus B, yəni 16 olacaq. Cavab B bəndi. Keçirik. Evet, 6-cı suala. Aysu hər gün bir əvvəlki gün oxuduğu səhifə sayının 3 misli qədər səhifə oxuyaraq kitabı 6 günə bitirir. Buna görə o bu kitabın 5'te birini hansı gün ərzində bitirmişdir? İndi biz burada 6-cı suallara belə yiyək. Yəni hər gün bir əvvəlki gün oxuduğu səhifə sayının 3 misli qədər səhifə oxuyaraq kitabı 6 günə bitirdiğini dediği üçün biz 6 dənə gün təyin edəcək. Birinci günə x verəcəm. Olsun birinci gün x. 1 yazdım, oldu x. İkinci günə o zaman 3x olacaq. Çünki əvvəlki günün 3 misli qədər oxuyur deyir. 3x. Üçüncü günə bu 3x'in 3 misli qədər olacaq bu dəfə. 9x. Dördüncü gün buradan qeyd aparaq. Dördüncü gün olacaq 27x. Yəni əvvəlkinin 3 misli qədər oxuyur deyir. O zaman 5-ci gündə bu 4-cünün 3 misli olacaq. Yəni 81x qədər səhifə. 6-cı gün isə 81x 3'e vursak 243x edəcək. İndi biz 6 gündə bitirir deyir. İndi baxaq şöyle 6 gün ərzində neçə səhifə oxuyur. Biz hamısını toplayaq burada. Toplayacaq, yəni x-dir, 3x-dir, 9x-dir. Bunun hamısını toplamamız lazım. 27x, sonra 81x və 243x. Bunun hamısını toplasaq görək 6 gündə ümumi neçə səhifə oxuyub. Yəni x-nin ifadəsi nə qədərdir? Buna baxacaq. İndi toplayaq, görək neçə edir. Deməli 364x edir. Hamısını toplasaq 6 gün ərzində ümumilikdə 364x səhifə oxuyur. İndi ki 5'te birini hansı gün ərzində bitirmiş olar? Baxaq şuraya, bu 364x səhifənin 5'te bir hissəsi neçə səhifədir? O zaman 5'te birini tapmaq üçün bunu 5'te 1'e vuracaq. 5'te 1'e vursaq, o zaman burada alınır ki 364 x bölünsün 5. Yəni kəsir xəttlə beləsi olsaq belə olacaq. Bunu da 5'e beləsi olsaq bərabərdir. Yer 72 tam 18x. Yəni bölsək 364'ü 5'e alınacaq 72 tam 18x. Yəni 5'te 1'i 72 tam 18x'dir. Bu kitabımızın 72 tam 18x səhifədir. 5'te 1 hissəsi. Bax şuraya bu 72 tam 18x səhifəni neçənci gün bitirə bilər? İndi dedik ki, birinci gün x səhifə oxuyur. O zaman toplayıb gedək. Birinci gün 2x, üstə gəl, ikinci gün oldu 3x, bunu toplayıram. Bu ikisi bitək 4. Üzərinə üçüncü günü 9x gəlsək, bura 4 idi, burada 9, elədi 13. 13'ün üzərinə bu
4-cü günü gəlsək, yəni 27x-i gəlsək edir 40. 40 idi. 40 deyəcək, yəni x 10. Deməli 4, 13, 17, 27-ci gəlsək 13-ün üzərinə 40 edir. 40-ın üzərinə deməli 4 gün ərzində, 4 günün sonunda 40x qədər oxudu. İndi 40-ın üzərinə bu 5-ci günü 81x-i gəlsək, eləyəcək 5-ci günün sonu 121x səhifə oxuyub qutarmış olacaq. Buradan görünür ki, 4-cü gün 40x oxuyur. Bizdə deyir ki, 5-də biri 72,8x səhifədə. 72,8x dizə səhifə sayım. Demək, 4-cü gün 40x qədərini oxuyuramsa, yerdə qalır 32,8x səhifəsi. Bu da 5-ci günün içərisinə düşür. Çünki 5-ci günü tam birəndə 121x deyir. 4-cü gün bitirəndə 40x səhifə oxuyur. Demək ki, 4-cü günü bitiribdir, keçib 5-ci günə, 5-ci gün oxuyur. 5-ci gün ərzində də, yəni 72,8x səhifəni oxuyacaq və sonunda 121x səhifəsini oxuyub bitirir. Yəni bizim bu 72,8x səhifəm 5-ci gün içərisində olmuş olur. Yəni bizə deyir ki, hansı gün ərzində bitirmişdir 5-də birini? O da 5-də biri 72,8x, yəni 5-ci gün ərzində bitirmiş olur. Cavabımız C variantı. İsə 7-ci suala, Musa şəkildəki kiçik kvadratlardan əmələ gələn şəbəkəni qurmaq üçün 960 cm uzunluğunda məftil istifadə etdi. Alınan böyük kvadratın perimetri neçə cm? Bu kvadratı yaratmaq üçün ümumi 960 cm uzunluğunda məftil istifadə edib. Bizə deyir, alınan böyük kvadratın perimetrini tapın. Burada alınan böyük kvadratın perimetri tapmaq üçün biz bu kənar xəttlərin uzunluğunu tapmamız lazımdır ki, bunu 4-ə vuraq. Yəni hər tərəfi A və A. 4 dənə A-dır. Yəni biz A-nı tapası olsaq 4-ü A-ya vurub perimetri tapacaq. Bizə perimetri istəyir. İndi biz baxası olsaq, bu kvadratı yaratmaq üçün, şəbəkəni qurmaq üçün, kvadrat formasında şəbəkəni qurmaq üçün, bax bu məftil 1, 2, 3, 4 və 5. Bu 5 dənə məftilimizin hamısı eyni boydadır. Bir dənə bu uzunluğunu A götürsəm, demək ki, olacaq bu da A, bu da A, bu da A, bu da A. 5 dənə A uzunluğunda məftil budur. Sonra keçirəm bu istiqaməti. Bax belə. Bunlar da eyni uzunluqda olacaq. 1, bu 2, 3, bu 4, bu da 5. 5 dənə də burada A uzunluğu olur. Çünki kvadrat olduğu üçün bura A'dır, bura da A'dır. O zaman bütün bizim yuxarıdan aşağıya çəkdiyimiz xətlərin hamısı A olsa, 5 dənə də A bu, 5 dənə də A sağdan sola uzunlanmış xətlər idi. Ümumi 10 dənə A uzunluğunda məftil olur. Bunu da ümumi uzunluğu, məftilin uzunluğu 960 olduğu üçün demək ki, 10A uzunluğundakı məftilin bərabərdir 960-a. 960-ı 10-a bölsək, A-nı tapırıq 96. Demək ki, bizim bir dənə bu uzun məftilimizin, yəni kvadratın tərəfi uzunluğu qədər olan bu bir dənə məftilin uzunluğu 96 oldu. Demək ki, kvadratımızın da hər tərəfi 96-dır. Biz də 96-nı nə edəcəyik? 4-ə vuracaq. Perimetrini tapaq. Çünki 4-ünü toplamaq üçün 96. 96-nı 4-ə vurmuş oluruq. Burada yazmışdıq. O zaman bərabər 4 vurulsun 96, cavabımız edəcək 384. Yəni 384 olur. Cavab C variantı. Keçək növbəti sual, 8-ci suala. 2-dən böyük ilk 99 sadə ədədin hasilinin təşkil mərtəbəsindəki rəqəm neçədir? 2-dən böyük olan sadə ədədlərin hər biri tək ədədlərdir. Həmin tək ədədlər içərisində də sadə ədədlərdən biri 5-dir. Məsələn, 2-dən sonra, məsələn, 2-nin özü də sadədir. 2-dən böyük dediyi üçün 3-dür, 5-dir, 11-dir. Böyük ilk 99 sadələr, bunu bilmirəm, yəni nə qədər, hansı ədədlərdir. Bunlar bizə lazım deyil. Bilmədiyini yaza bilərik. Yəni, burada 99 dənə sadə ədədimiz var. O sadə ədədlərdən bir dənəsi 5-dir. Yəni, bu 5 bizə lazımdır. Çünki 2-dən başqa bütün sadə ədədlərimiz tək ədədlərdir. Biz deyirik ki,
tək ədədləri bir-birinə vurarkən bu 5 də tək ədəd olduğu üçün 5-i istənilən tək ədədə vuranda bizə sonunu 5 verən ədədlər mənə gəlir. Məsələn, 3 vuruzun 5 verir 15. Yəni təkli mərtəbəsi 15 olur. Mən bu 15-i buradakı 11-ə də vursam, yenə də ədədin sonu 5 olacaq. Yəni 1-i 5-ə vursam 5 eləyir. Bu 1-i 1-ə vursam eləyir 1. Sonra bu 1-i 5-ə vururam 5. Sonra 1-ə vururam 1. Sonuçta alınacağımız axırıncı rəqəmi 5. Sonra bu ikisinin cəmi 6 və 1. 165. Yəni son rəqəm hər zaman 5 olacaq. Bunu durub, nə bilim, 37-yə vurum. 37-yə vursam, yenə də 37 sadədə, ilk 99 sadədə içərisində 37 var. Məsəl üçün dedim, yəni atıram. 37-ni 5-ə vursam, yenə də burada 7-ni 5-ə vursam 35. 5 yazıram 3 yadda, sonra nə bilim 7-ni 6-ya vururam, edir 42. 3 yadda var idi 45. 7-ni də 1-ə vururam 7. 4 yadda var idi 11. Yəni bizə sondakı bu rəqəm lazım. Yəni biz 5-i istənilən tək ədədə vuranda sonu 5 ilə bitən bir ədəd alınır. Ona görə də ilk 99 sadə ədədin hamısını bir-birinə vursaq da sonu nə olacaq? Hər zaman 5 olacaq cavab D variantı. Yəni durub bu ədədləri bir-birinə vurmağa ehtiyac yoxdur. Birbaşa cavab tapmaq mümkündür. Keçək 9-cu suala. 9-cu sualda 5 rəqəmli rəqəmləri müxtəlif 2, 4, A, B, C ədədi. Yəni burada 5 rəqəmli ədəd verib bizə. 3-ə, 4-ə və 5-ə tam bölündüyünə görə A-nın ala biləcəyi qiymətlərin cəmi neçə olar deyir. Bunun üçün ilk baxacağımız məsələ nədir? 5-ə bölünmə əlamətinə görə biz son rəqəmi təyin edə bilərik. Bu C-ni. Görək bu C nədir? Biz də bilirik ki, 5-ə bölünmə əlaməti nədir? Ədədin son rəqəmi 0 və ya 5 olması lazım. İndi mən C-nin əvəzinə demək ki, ya 0 yazacağam, ya da 5. İndi baxaq görə bu C 0 olmalıdır, yoxsa 5? Bunu 4-ə bölünmə əlamətinə görə təyin edəcək. Ədədin sonu 5-dirsə, 5 olarsa, yəni 5 tək ədəddir. 4-ə bölünmə ehtimalı yoxdur. Çünki 4 özü düz ədəd olduğu üçün 4-ə bölünən bütün ədədlər düz olmalıdır. Biz də C-yə 5 yazısı olacaq, ədədimiz tək ədəd olacaq və bu 4-ə bölünməyəcək. Bizə deyir ki, 5 rəqəmli rəqəmləri müxtəlif olan bu ədədimiz 3-ə də, 4-ə də 5-ə tam bölünür. Demək, 4-ü tam bölünmə üçün problem yaratdığı üçün bizim son rəqəmimizin 5 olması. 5-i seçmirik və deyirik ki, C ədədi, burası C, 100% 0-dır. Demək, C bərabər 0. Burası 0 qoyuram. C-ni 0 yazdıq. Yazıram 2, 4, A, B, 0, sonu 0 oldu. İndi burada 4-ə bölünmə əlamətini yaratmağa çalışacaq. Yəni 4-ə bölünmə əlamətini yaratmağa çalışacaq deyəcəm. 4-ə bölünmə əlamətindən istifadə edək, B-ni təyin etməyə çalışacaq. 4-ə bölünmə əlaməti nədir? Verilmiş ədədin son 2 rəqəminin əmələ gətirdiyi ədəd 4-ə tam bölünür. O zaman biz B-yə elə rəqəm verməliyik ki, son 2 rəqəm 4-ə bölünən olsun. Və son 2 rəqəmi 0 da olarsa 4-ə bölünür. Mən B-nin əvəzinə 0 verəcəm, 0, 0, A, 4, 2 ola bilər. Burada da bizə şərtdə verib ki, 5 rəqəmləri müxtəlif. Burada da bu da 0, bu da 0 ola bilməz. Ona görə biz B-yə burada 0 verə bilmərik. Çünki müxtəliflik şərti pozulur. Mən 0 verə bilmədik. Məsələn, 2 versəm, o zaman 20 olur, 24-ə bölünür. Yəni 4-ə bölünmə əlamətinə görə son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünməsi lazım. Yəni bu 24-ə bölünürsə, demək ki, bu bütövələr 4-ə bölünər. Yəni biz 2-ni yazdığımızda yenə də müxtəliflik şərti pozulur. Çünki bu başda 2 var, bunu da 2 yazsam, müxtəliflik şərti pozulduğu üçün eyni rəqəm olur da bunlar. 2-ni yaza bilmərəm, 2 də getdi. İndi 3, 10-cu da qoya bilmərəm, çünki 30 4-ə bölünmür. 4 yazsam 40 eyir, 40 bölünür. Amma 4-də yazanca, burada 4 olduğu üçün, yəni müxtəlif şərti pozulduğu üçün 4-də yaza bilmərəm. 5 yazsam ümumiyyətlə bölünmür, çünki 50 olur, 54-ə bölünmür, 60 yaza bilərik. 60 yazdığımızda burada müxtəliflik şərti pozulmur, yəni burada B-nin əvəzinə 6 yaza bilərəm. Sonra 7 yazsam 70 olur, 4-ə bölünmür, yaza bilmərəm. 8 yazsam uyğundur,
9 yazsam 90 4-ə bölünür deyə bunu da yazmırıq. Demək ki, ədədlərimiz 2 dənə ola bilər. 2, 4, A, 6, 2, 4, A və 8 olan ədədlərimiz mümkündür. Yəni 5-ə və 4-ə bölmə əlamətinə görə müxtəlif rəqəmli 5 rəqəmli ədədim ya budur, ya da ki budur. İndi A hərfini təyin edəcəyik. Bizdən A-nın ala biləcək qiymətləri istəyirdi. A-nı da 3-ə bölünmə əlamətinə görə təyin edəcəyik. Çünki 3-ə bölünmə əlaməti nədir? Ədədin rəqəmləri cəmi 3-ə bölünərsə, həmin ədəd 3-ə bölünür. Yəni burada 2, 4, A, 6 və 0-ın cəmi 4-ə bölünərsə, bu ədədimiz də rəqəmlərin cəmi 3-ə bölünərsə, bu ədəd də 3-ə bölünəcək. İndi bura baxası olsaq, hal-hazırda 2-dir, 4-dür, 6-dır və 0-dır. Bunların cəmi neçə edir? Əvvəlcə buna baxaq. 2 ilə 4 edir 6, üstə gəl 6 edir 12, üstə gəl 0 yenə 12 və A. Demək ki, burada rəqəmlər cəmi oldu 12, üstə gəl A. Demək ki, biz A-ya elə rəqəm verməliyik ki, 12-nin üzərinə gəldiyimizdə bu 3-ə bölünən ədəd alınsın və biz də deyək ki, bu ədəd 3-ə də bölünür. İndi A-ya 0 verə bilərik. 0 versəm əgər, bura. O zaman müxtəlif şərti pozulur. Əgər 0 versəm, burada 0 var, burada 0 var. Müxtəlif rəqəmli şərti pozulduğu üçün demək A-ya 0 verə bilmərəm. A burada dursun. İndi A-ya bu dəfə 12-nin üzərində gəlsək 3-ə bölünər. 3 yazsam məsələn. 3 yazsam 12 üstə gəl. 3 eğir 15. 15 3-ə bölündüyü üçün deyəcəm ki, bu ədəd 3-ə bölünəcək. Ona görə A-nın yerinə mənə 3 uyğun gəlir. Biri bu. Yazdıq. İndi bundan sonra 6 uyğun gəlir. 6-nı yaza bilərik. 6 yazası olsam 12-nin üzərinə A, yəni 6 verdiyimizdə cəm 18 edir. 18 3-ə bölünür. Amma burada yenə müxtəlif şərti pozulur. Çünki biz A-ya 6 versək, bu da 6, bu da 6. O zaman eyni rəqəm olur. Yəni 6-nı yaza bilməyik. Bu da getdi. Və 9 yaza bilərik. Yəni 8-dən 7 onsuz da olmur. Çünki 12-nin üzərinə 8 gəlsəm 19, 20 edir, 3-ə bölünmür. Və 7 gəlsəm 12 ilə 7-ci 19 edir, 3-ə bölünmür. Amma 9 yaza bilərik. 12 ilə 9-cu 20 edir, 3-ə bölünür. Və burada 9 da uyğun olacaq. Çünki müxtəlif rəqəmli şərti pozulmur. Demək ki, A, B-nin, demək ki, A burada, yəni bu ədədə görə B-nin buradakı 6 qiyməti də A-mız nə oldu? 3 və 9 oldu. 3 və 9 qiymətləri ala bildi. İndi keçirik bu ədəd üzərindən baxaq. Yəni B-yə 8 vermişdik. Baxaq şöyle B-nin 8 qiymətində A nə ola biləcək? İndi yenə də rəqəmlər cəminə baxası olsaq, burada da 2 ilə 4-ün cəmi 6, üstə gəl 8, 14, üstə gəl 0, 14. Üstə gəl A. Elə bir cəm olmalıdır ki, 3-ə bölünsün. 14-ün üzərinə 1 yazsaq 15 edir və 3-ə bölünür. Demək ki, A-nın əvəzinə 1 yaza bilərik. Və 1 yazdığımızda müxtəliflik şərti burada ödənildiyi üçün demək 1 uyğundur. Bundan sonra 14-ün üzərinə 4 gəlsək, məsələn 2 gəlsəm olmur. Çünki 14-ün 2-yə 16-ya 3-ə bölünmür. 3 gəlsəm 14-yə 3, 17 edir, 3-ə bölünmür. Yəni A-nın əvəzinə 3 yaza bilmərik. 4 yazsaq 14-yə 4, 18 edir. Yəni 18-də 3-ə bölündüyü üçün biz bura 4 yaza bilərik. Ancaq bu 4-dən bu 4 eyni rəqəm olduğu üçün müxtəliflik şərti pozulur. Normalda 4 uyğundur 3-ə bölünməsi üçün. Amma müxtəliflik şərti pozulduğu üçün 4-ü seçmirik. Bundan sonra 7 yaza bilərik. Yəni 3 saatırıq da birincisini tapandan sonra ki, bu 1-dirsə 1, 4, 7 yaza bilərik. 7-nin qayısı olsaq 14-ün üzərinə 7 gəlsə 21, 21 3-ə bölünür və 7-ni buraya yazdığımızda müxtəliflik şərti ödənilir. Yəni pozmur bizim şərtimizin müxtəlif bütün rəqəmlər. 7 ilə 1 uyğun gəldi. B-nin 8 qiymətində. Demək ki, A üçün 1 də uyğun gəldi. 1 də əlavə edirəm və 7 də uyğun gəldi. 7-ni yazıram. Bizə demiş ki, A-nın rəqəm alabiləcəyi qiymətlərin cəmini tap. A-nın alabiləcəyi qiymətlər 3, 9, 1 və 7 oldu. Bütün şərtlərimizi ödəyən. 3-dən 9-un cəmi 12, üstə gəl 1, 13, üstə gəl 7, 20 edir. Yəni, cavabımız A variantı olacaq. Keçirik indi 10-cu suala. Buradan silim. İndi 10-cu sualı oxuyub başlayaq. Deməli, 10-cu sualda deyir ki, aşağıdakı düz prizmada vahid qublar yerləşdirilmişdir.
Prizmanın tam dolması üçün əlavə neçə vahid kub lazımdır? İndi əvvəlcə biz baxaq görək bu prizmanın tam doldurmaq üçün neçə vahid kub lazımdır? Vahid kub deyərkən bu balaca kubları nəzərdə tutur. Yəni ölçüsü 1/1-dir bütün ölçüləri. İndi əvvəlcə baxacaq olsaq bu prizmamızın en hissəsi 3'dür. Uzunluq hissəsinə baxsaq baxın 1, 2, sonra burada bir dənə 3 var. Sonra bu altdakı 4. Yəni uzunluğumuz bu istiqamətdə 4'dür. Çünki bu 1, sonra buradan ikinci, üçüncü, dördüncü. Yəni 4 dənə burada kub yerləşdirib uzunlamasına. Hündürlüyünə baxsaq hündürlüyü düşdü. Baxın 1, 2, burada 3. Deməli 3'də hündürlüyü. Deməli 4 uzunluğu, eni 3, hündürlüyü 3. Biz də bilirik ki, həcmi tapmaq üçün nə edirik? Hündürlüyü, eni və uzunluğu bir-birinə vururuq. Yəni 3 vurulsun, 3 vurulsun 4 bərabər deyəcək 36. Hazır, normalde 36 dənə kub olmalıdır. İndi baxaq ki, neçəsini yerləşdiriblər, onu sayaq. Hazırda 1, 2 burada var. Sonra 3, 4, 5 budur. Sonra bir dənə 6, 7, burada 8. 8 dənəsini yerləşdiriblər. Normal 36 dənə olmalıdır. Burada 36'dan da 8 çıxırıq, bərabərdir. Əlavə olaraq 28 dənə də bu cür vahid kub olmalıdır ki, biz bu prizmanı tam içini dolduraq. Cavab A variantı. Keçirik 11-ci suala. Qonşu bucaqların fərqi 40 dərəcədir. Kiçik bucağı tapın. Bir dənə qonşu bucaq yaradaq buradan. Gördüğümüz kimi burada bu bucaqla bu bucaq qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180 dərəcədir. Bunu bilirik. O zaman fərqi 40 dərəcədirsə, demək ki, böyük bucaq kiçik bucaqdan 40 dərəcə çoxdur. Mən kiçik bucağa x versəm, böyük bucaq da x üstə gəl 40 olacaq. Yəni bunların arasındakı fərq 40-dırsa, demək ki, bir digərindən 40 vahid böyükdür ki, fərqi 40-dır. İndi biz iki bucağımızı toplayasıyıq. Yəni x üstə gəl 40, üstə gəl bu x bucağı bərabərdir. Qonşu bucaqlar olduğu üçün bunların cəmi 180 olacaq. Yəni x 140 böyük bucaqdır, x də kiçik bucaq. Bunların cəmi qonşu olduqları üçün 180 dərəcədir. Yəni niyə 180? Çünki bura bütöv açıq bucaqdır. Açıq bucaq 180'dir. Ona görə də qonşu bucaqların cəmi açıq bucaq yaratdığı üçün 180 dərəcə olur. İndi bu x-dən bu x-i toplasaq, eləyəcək 2x üstə gəl bu 40 bərabərdir 180'a. Bu 40'ı keçirəcək bərabərliyin sağ tərəfinə. Burada hazırda müsbətdir. Sağ tərəfə keçən kimi mənfi olacaq. Yəni 180 çıx 40 olacaq. Bərabərdir bu 2x-ə. 180'dan 40 çıxsaq 140 bərabərdir 2x-ə. 140'ı da bölürük bu 2'ye, x'i tapırıq. Bərabərdir 70. Demək ki, bu bucağımız 70'dir. Digərdəki 70 + 140 olacaq. Bərabərdir 110. Yəni böyük bucağımız 110, kiçik bucağımız 70. Həqiqətən də cəmləri 180 dərəcədir. Fərqləri də 110-dan 70-dan 40 edir. Bizdən kiçik bucaq istəyir. Kiçik bucaqda 70 dərəcə olur. Cavab B bəndi. Keçək 12-ci suala. Bizə deyir ki, ölçüləri 14 metr və 8 metr olan düz bucaq şəklində bir tarla kvadrat formalı hissələrə bölünür. Buna görə ən az neçə hissə alınır? Bir dənə düz bucaq formasında tarlamızı çəkək. Bu tarladır. Deyir uzunluğu 14, eni 8. Və buradan kvadrat formalı hissələr bölünür və bizdən də ən az hissə olmasını istəyir. Ən az hissə olması üçün bizim belə deyim, böləcəyimiz kvadratların ölçüsü daha böyük olmalıdır. Və bizə demir ki, eyni ölçülü olsun. Yəni elə bir şərt də vermir. Demək ki, biz müxtəlif ölçülü kvadratlar buradan hissələrə bölə bilərik və bu böləcəyimiz hissələrdən də elə etməyik ki, bu hissələri daha az sayda əmələ gəlsin. Bu kvadrat sayı bizdən az istəyir. Ona görə kvadratları daha böyük seçəcəyik. İndi bizim düzbucaqlı formasında tarlanın eni 8 isə demək ki, hər tərəfi 8 olan buradan bir kvadrat yarada bilərik. Ya burası da 8, burası da 8, burası 8. Deməli 8'in 8'i olan bir dənə kvadrat yaratdıq. Buradan bir dənə balaca çəkeyim. Kvadratımızın biri bu. Buradan kəsib götürəsi olsaq, ümumi uzunluq bura 14 idi daha. Buradan da bura 8'dir. O zaman 14'ten bu 8'i çıxsam,
bu hissəni, yəni buradan buranı 6 metr olduğunu taparam. Bura 6 olacaq. Burası yenə 8 qalır. Çünki eni 8-sə burası 8-dir. Demək ki, uzunluğu belə 8, düz bura balaca görsənir, amma mesela burası 8 uzunluğu, burası 6 eni olan bir dənə düz buzaq qaldı. Çünki kvadratı kəsib götürdüm, buranı kəsib götürürük. Yəni bir dənəsini yaratmışıq kvadrat. Qaldı bu hissə. Bu hissənin ölçüsü nədir? Uzunluğu 8, eni də 6 oldu. İndi bir dənə yaradıram elə düz buzaqlı ki, eni biz balaca yeyək. Eni 6 olsun, uzunluğu 8. Çünki buranı kəsdik götürdük. Burası buradan 8 idi əvvəlcə, yəni 14 idi ümumi yenilirəm. Ümumi 14-dən bu hissəni 8 çıxdım. Bu hissə 6 qaldı. Burası enində 8, yəni 8-in 6-ya bir dənə düz buzaq qalıb. Mən bu qıraqdan belə çəkdim ki, bu qalıb. İndi bunu da eni 6 olduğu üçün ən böyük 6-nın 6-ya olan bir düz buzaq kvadrat yarada bilərəm. İndi buradan bir dənə kvadrat kəsirik. 6-nın 6-ya olan eni və uzunluğu. Qıraqdan çəkirəm ki, bir dənə də kəsib götürdük. 6-nın 6-ya bir dənə kvadrat kəsib götürdük. Əgər bu 8-dən 6-nı çıxsam, bu hissə qalacaq 2. Bəs bu hissə nə qalır? 6. Yəni, uzunluğu 6, eni buranı kəsib götürdüm. Yenə də bu hissə qaldı bura. Burada da eni 2, uzunluğu 6 olan bir düz buzaqlı qalıb. İndi bir dənə də elə düz buzaqlı çəkək. İndi orada mən ölçmürəm də, ona görə burada balaca kimi görsənə bilər. Ki, məsələn, burası 2-dir, burası 6 bir-birinə ölçüsü oxşar görsən. Düşünün ki, burası uzundur da bu xət. Yəni, uzun çəkmə məcburiyyətində deyiləm hazırda. Sadəcə ölçüsü bizə lazım ki, burası 6-dır, burası 2-dir. Demək ki, 6-nın 2-yə bir dənə düz buzaqlı qalıb. İndi burada da n2 olduğu üçün demək ki, biz ölçüləri 2-2 olan kvadratlar yarada bilərik. Birini buradan kəsirəm, birini buradan. Buradan hazır 3 dənə kvadrat yarada bilərəm, 2-nin 2-yə. 2, bu 6-nı yuxarıdan yazaq belə. Ümumi uzunluq 6-dır. Buradan burada 2 olsun. Buradan burada 2 olsun. Buradan burada 2 olsun. Bunlar 2'dir. Ümumi uzunluqda 6. Buranı silirəm də lazımdır. Ümumi uzunluq 6 idi. Biz də balaca 2-2'yə kvadratlar yaradırıq. 2-2'yə hamısı 2'dir. Tərəflər 2 olan kvadratlar. Demək ki, 2-nin 2'yə də 3 dənə kvadrat kəsib götürdük. 3 dənə 2-nin 2'yə bir dənə çəkə bilsəm, buradan kvadrat inşallah. Biri budur. 2-nin 2'yə bunlardan da 3 dənədir. İçinə 3 dənə yazıram. Bundan bir dənə idi. Bundan da bir dənə idi. Ümumi 8-in 8-yə bir dənə kvadrat yaratdıq. 6-nın 6-ya bir dənə və 2-nin 2-yə də 3 dənə kvadrat yaratdıq. Burada gördüyümüz kimi. Demək ki, ümumi 5 dənə kvadrat alındı. Cavab C variantı. Ən az yəni 5 dənə oldu. Keçək 13-cü suala. Aşağıda verilən 5 təşrifdən 4-ü x ədədlə uyğundur. Deyir ki, 50-dən kiçik 2 rəqəmli ədəddir. Yəni, x haqqında məlumat verir ki, 2 rəqəmli ədəddir, 50-dən kiçikdir. 2 dənə xət çəkəcəm. Əsas o ki, 2 rəqəmli olduğunu deyib, 50-dən kiçikdir. Sonra deyir, cüt ədəddir. Sonra deyir, sadə ədəddir. İndi, burada cüt ədəd və sadə ədəd bu x üçün desək ki, yəni x üçün uyğundur. O zaman biz sadə ədədlərdən cüt olanı yalnız 2 olduğunu bilirik. Yəni yeganə cüt sadə ədədimiz nədir? 2-dir. O zaman burada 2 yazsaq, bunun ikisi də doğru kimi düşünsək, o zaman bizə 50 ədəddən kiçik 2 rəqəmli ədəddir desəydi, o zaman bu səhv məlumat olacaqdır. Sonra deyir, tam kvadrat ədəddir. Əgər bu 2 ilə məlumat düz götürsək, o zaman bu birinci məlumat səhv olur. Bizə deyir ki, bu təşriflərdən 4-ü x ədədinə uyğundur. Yəni bir dənəsi səhv olmalıdır. Bu 5 dənə təşrifdən. Hazırda bir dənəsini çıxartdıq. Görək bu ikisi düz olarsa, bu üçün 4-cü şərtə baxacaq, bu da səhv ola bilirmi? Tam kvadrat ədəddir. Tam kvadrat ədəd odur ki, o ədəd hər hansı bir ədədin kvadratıdır. Məsəl üçün 4, 2-nin kvadratıdır. Məsələn, 16, 4-ün kvadratıdır. 25, 5-in kvadratıdır. Amma 2 heç bir ədədin kvadratı deyil. 2-nin kvadratı 4 eləyir, amma 2 heç bir ədədin kvadratı deyil. Yəni, hər hansı bir ədədi kvadratı yüksəldim, 2 olacaq deyə bir şey yoxdur. Ona görə bu da səhv olmuş olur.
O zaman demək ki, bu ikisinin də doğru olan halı mümkün deyil. Çünki 2 dənə səhv yarandı. Bizə normal deyir ki, biri səhv olsun, 4'ü düz. Demək ki, biz sadə ədəddir götürə bilmərik. Yəni cüt götürə bilərik. Digər məlumatlara uyğun yenə cüt ədəd seçə bilərik. Amma biz sadə ədəd üçün burada cütlərdən ancaq sadə ədəd 2-dir. O da 2-ni yazarkən uyğun olmadı. Çünki 2 dənə səhv çıxdı hal-hazırda burada. Bir dənə səhv məlumat olmalıdır. İndi deyirəm ki, cütdür və digər və sadədir. Bu səhv götürürəm, bu sadədədir. 2 məlumatdan biri səhvdir. O zaman hamısı düz olmalı. Bu birinci də, bu ikincini düz götürmüşəmsə, bu ikinci, bu üçüncü, bu dördüncü. Bir dənə bunu səhv götürsəm, yerdə qalan 4'ü düz olmalıdır. İndi baxaq görək, cüt ədəd götürə bilirəmmi ki, o ədəd 2 rəqəmli olsun. Məsəl üçün, və tam kvadrat olsun. Məsələn, tam kvadrat ədədlərdən cüt ədəd 16 seçə bilərəm, 64 də seçə bilərəm. Amma 50'dən kiçik dediyi üçün biz cüt və tam kvadrat ədəd, yəni hər hansı bir ədədin kvadratı olan ədəd seçə bilmirik 64'ü. Niyə? Çünki 50'dən kiçik olmalı. O zaman 16'nı seçə bilərəm bu məlumat üçün də. Bax, 2 rəqəmlidir. 50'dən kiçikdir. Cüt ədəddir. 16, bu da düzgün oldu. Sadə ədəddir. Bu səhv olur. Yəni 16 sadə ədəd deyil. Üstü xətt çəkən bir dənə səhv çıxdı. Tam kvadrat ədəd düzdür. Bu deməli bu da düzgün olur. 3-cü məlumatda. Sadə bölünənlərin sayı 1'dir. Həqiqətən 16 sadə bölünənlər 1'dir. Bax 16'nın bölünənlərini yazası olsaq, biri 1'dir, biri 2'dir, biri 4'dür, biri 8'dir, biri də 16'dır. Bunlardan yeganə sadə ədəd 2'dir. Bir nə sadə, nə mürəkkəb. Yəni mürəkkəb ədəd də deyil, sadə ədəd deyil. Amma bu 4 mürəkkəbdir. Yəni mürəkkəb ədəd nə idi? 1'ə və özündən başqa böləni olsun. Yəni 4 1'ə, 2'yə və özünə bölünür. Yəni 3 dənə böləni var. 3 və daha artıq bölən olanlara mürəkkəb ədəd deyildir. Yalnız özünə və 1'ə bölünənlər sadə deyilirdir. 2 yalnız 1'ə və özünə bölündüyü üçün sadədir. 1 heç birindən deyil, nə sadə, nə mürəkkəb deyil. 4 mürəkkəbdir, 8 mürəkkəbdir, 16 mürəkkəb ədəddir. Demək ki, bir dənə sadə bölən var, bu da uyğun oldu. Demək ki, bizim ədədimiz 16 idi. İndi bizə deyir ki, x-in rəqəmləri cəmi tapın. Biz ədəd tapdıq ki, 16'dır. 16'nın rəqəmləri cəmi 106 bərabər 7'dir. Cavab A variantı. 14-cü suala baxırıq. 98 nəfər tələbə olan qrupda sinif nümayəndəsi seçmək üçün 5 namizəd var. Namizədlər də daxil olmaqla hər kəs yalnız bir namizədə səs verə bilər. Yəni 98 nəfərin 98 də səs vermədə iştirak edir. Yəni 5 dənə namizədimiz var. O 5 namizədin özləri də səs vermədə iştirak edir və hər kəs yalnız bir namizədə səs verə bilər. Ən çox səs toplayan sinif nümayəndəsi seçiləcək. Namizədlərdən biri ən az neçə səslə qalib ola bilər? Yəni bizə demək istəyir ki, o qalib şəxs ən az səslə qalib olsun. Yəni belə demək istəyir ki, o qalib olan şəxsin səsi ilə o qalib olmayan şəxslər arasındakı səs sayları arasında az fərq olacaq. Yəni 1-2 fərq. Biz ona görə 98'i 5'ə bölərək, çünki 5 dənə namizəd var, ədəd ortaya çıxartmağa çalışacaq. 98'i 5'ə böləndə 19 qalıq 3 qalır. Demək ki, 5 nəfərin 5'i də 19 səs toplaya bilər. Hamısını 19 yazıram. 3 dənə qalıq qalmış. Yəni 3 dənə qalığı da bunlardan hərəsində bir paylayacağım. Bunun üzərinə gəlsəm 20 deyəcək. Bir dənəsini buna verdim. Birini buna versəm 20. Birini də buna versəm 20. 3 dənə qalığın üçünü də buna və buna bir payladım və qalığımız da tamamlandı. Bunlar da 19 kimi qalacaq belə. İndi hal-hazırda qalib təyin olunmayıb burada hal-hazırda. Çünki 20 toplayanlar var, 19 toplayanlar var. Bir dənə şəxs çox toplamalıdır. Ona görə nə edirəm? Mən bunlardan bir dənəsini səsini götürürəm ki, bu az toplayıb. Bir dənəsini götürdüm, 19 qaldı. O bir dənəni buna verirəm ki, bu daha çox toplasın. 21 olacaq. Bu da olduğu kimi qalır 20. Bunlar da olduğu kimi qalacaq 19 və 19. Yəni hal-hazırda cəmi yenə 98'e yiyib hamısı birlikdə. Və belə halda bizim ən az səs toplayaraq qalib gələn şəxsimiz ən az 21 bal toplayaraq qalib gələ bildi. Yəni. Çünki 21 toplayaraq bu qalib olur. Məsələn, bu 3 19 toplayıb, bərabər bu qalib olmur. Bu da 20'dir, 21'dən azdır. Yəni. Demək ki, 21 toplayaraq ən az
ən az 21 toplayaraq qalib olmaq mümkündür. 98 nəfər arasında səs vermə verilərək 5 nəfər namizəd içərisində deməli ən az 21 bal toplayaraq qalib olmaq mümkündür. O da cavab D variantı. Keçirik 15-ci suala. Arif, Asif və Akif üçün də eyni yaşdadırlar. Üçü də eyni yaşdadır. Arif, Asif və Akif. O zaman hamısı x verəcəm. Hamısının x yaşı var deyək. Alim isə onlardan 5 yaş böyükdür. O zaman alim üçün burada yazacağım x plus 5. Çünki 5 yaş böyük olduğu üçün bunların hamısı bərabər olduğu üçün hamısı x verdim. Alim də bunlardan 5 yaş böyük olduğu üçün x plus 5 verdim alim üçün yaşımızı buradan. İndi iki aşağıdakıların hansı bu uşaqların yaşları cəmi ola bilməz. İndi biz bunların hamısı yaşlarını cəmi toplasaq, 2 üstə gəl, x üstə gəl, 2 üstə gəl buradakı x plus 5. Bunların hamısı toplamalıyıq ki, bunların yaşları cəmi olsun. Toplasaq burada 1, 2, 3 və 4 dənə x var. Üstə gəl, ən axırda bir dənə bu 5. Demək ki, bu 4 dənə qardaşların yaşları cəmi 4x plus 5 olmalıdır. İndi bax ki, 54 ola bilərmi? Mesela 54'e bərabər etsəm, yəni tam bölünməsi lazımdır. Mesela 54'dan bu 5 çıxanda 4'e tam bölünməli ki, bu x'in yaşını tapa bilim. Çünki bu x tam ədəddir. Yəni hər hansı bir şəxsin yaşı tam olmalıdır. Kəsir qalıq ola bilməz. İndi 54'dən 5'i çıxsam eləcək 49, yəni 4x bərabər 49 eləyir. 49'da 4'e tam bölünmür. Demək ki, 54 ola bilməz. 54 keçir, 55 yox ya. Daş 55 olsa, 55'ten bu 5 çıxsam 4x bərabər 50 qalır. 50 də 4'e tam bölünmədiyi üçün bu da ola bilməz. İndi bu 56'ya bərabər eləyək. 56'ya bərabər eləyəcəm. 56'dan bu 5'i çıxsaq 51 eləyir. 51 bu 4'e tam bölünmədiyi üçün bu da alınmır. Bu da getdi. 57'ya bərabər eləyək. 57'den bu 5 çıxanda 52 qalır. 52 də bu 4'e bölünür. 4'e bölünür və 13 qalır x'imiz. Demək ki, tapdıq ki, buranın yaşı 13'dür. Bu da 13 plus 5, yəni 18'dir. Bax, bunlar oldu. Yəni 57 ola bilər bu 3 dənə, bu 4 dənə qardaşların yaşları cəmi. Cavab D variantı. Keçirik 16-cı suala. Aşağıda verilən xanalara 1-dən 15'ə qədər olan bütün tək ədədlər yerləşdiriləcək. Yəni bura 1, 3, 5, 15 yerləşdirilibdir. Bütündür, tək ədədlər yerləşdiriləcək. İlk qutuya 1, son qutuya 15 yazdır. Sonuncu qutuya 15. Yəni bunu demək istəyir ki, 1-dən 15'ə qədər tək ədədlər yerləşdirilib. Birincisiyə 1, sonuncu 15'dir. Demək ki, 1-dən başlayıb 15'də bitirəcəyik tək ədədlərimizi yazaraq bu qutulara. İndi xanalara yerləşdirilən ardıcıl 2 ədəd arasında kiçik ədədin 1 artığı qədər boş xana buraxılır. Yəni, bu nə deməkdir? Ardıcıl yazılan 2 ədəd arasında 1 ilə 3 arasında neçə boşluq var? 1, 2 boşluq var. Bizə deyir ki, bu 2 dənə ədəd arasında ardıcıl kiçiyinin 1 vaid artığı qədər boş xana olur. Bax, kiçiyi 1'dir. Bundan 1 vaid artığı 2 olduğu üçün buraya 2 boşluq qoyur. Məsəl üçün 3 ilə 5 arasında nə qədər? 3 ilə 5 arasında kiçiyi hansıdır? 3'dür. 3'dən 1 var artıq boş xana olmalı aralıqda. Görsün 1, 2, 3, 4. Yəni kiçiyim 3'dür. O zaman bu 2 dənə ardıcıl ədədim arasında kiçiyim 1 var artığı qədər. Yəni 4 dənə qutu olmalıdır boş. Yazıbdır. Belə davam edir. Məsələn, növbətdə bura 7 yazsaq, 7 ilə 5 arasında 5 daha kiçik olduğu üçün bu 5'dən 1 var çox 6 dənə bu aralıqda boş qutu olacaq. Demək, boş qutularımız 2, 4, 6, belə gedir. Ən axırda boş qutularımızın, yəni 2 dənə boş qutu yazdıq. Bura 4 dənə bura boş qutu yazmışıq. 6 dənə 5 ilə 7 arasında olacaq. Ən axırda da bu 15'dirsə, 15'dən əvvəl demək 13 yazılıbdır. O zaman bunların arasında çünki tək ədədlər yerləşdirir. Durub 14 yazmayacaq. Yəni 1-dən 15'ə qədər tək ədədlər yazır və 2 dənə tək ədədlər arasındakı ədədlərin hansı kiçikdir, onun kiçikdən 1 var çox qədər bu ədədlər arasında boş qutu yerləşdirir. İndi ən axırdakı 15'dirsə, bundan əvvəl 13 olubdur. O zaman bunlar arasında da kiçiyi nədir? 13'dür. Demək ki, 13'dən 1 var çox
13 ilə 15 arasında boş kutu olacaq. Yəni bu aralıqda 14 dənə boş kutu var. Yəni bu demək ki, bizim boş kutularımız 2, 4, 6, yəni 8, 2 artaraq gedir 14-də bitir. Yəni 2-də başlayır, 14-də bitir. 2 vahid bura yerləşdirir, 4 dənə bura. Bizə deyək ki, ədədlər soldan sağa doğru artdığına görə bu şəkildə cəmləçi xana olar. İndi 1-dən 15-ə qədər neçə dənə ədəd var, buna baxaq. Çünki məsəl üçün içi dolu olanlar da var, içi dolu olmayanlar da var. Dolu olanların sayına baxaq, görə neçə dənə qutudur? Çünki ümumi kutu sayı istəyir. Birinci biz dolu olanlara baxaq. 1-dən 15-ə qədər neçə dənə ədəd var, buna baxaq. Demək ki, bizim belə qaydamız var ki, müəyyən ardıcıllıqdakı ədədlərin sayını tapmaq üçün böyündən kiçiyini çıxıb bölürük artım sayını üstə 1 gəlir. Yəni 1-dən başlayıbdır, 15-də bitibdir bizim içərisində olan qutularımız. Çünki 1-dən 15-ə qədər tək ədədləri yerləşdirir. Böyündən kiçiyini çıxıram, bölürəm artım sayını. Yəni artım sayı dediyimiz 1, 3, 5, yəni bunlar 2-2 artır gördüyümüz kimi. 2-2 artdığı üçün mən bu böyündən kiçiyini çıxıb 2-yə bölürəm. Üstə gəl 1 yazıram. Üstə gəl 1 hər zaman var. Niyə 1 gəlirik? Çünki mən 15-dən bu 1-i çıxarkən bu 1-i kənarlaşdırmış olan. Normalde bu 1 də təkərlərdən birisidir. O zaman təkərlərin sayı 1 dənə vahid azalacaq. O azalmanı geri qaytarmaq üçün üstə gəl 1 yazırıq. Yəni bu 1 olduğu üçün 1 gəlmirəm. Bu 1 dənə tək ədəd olduğu üçün o 1-i ona görə gəlir ki, yəni 1 dənə artıraq ki, bunu buradan azaltmışdıq. 1 dənə ədəd artıraq burada. Heç nə. 15-dən burada 1 çıxırıq 14. 14-ü bu 2-yə bölürük. Yəni burada olacaq 14 bölünsün 2 üstə gəl 1. 14-ü bu 2-yə bölsək kəsir xətt bölmə deməkdir. 7 üstə gəl bu 1. 8. Deməli 8 dənə qutumuzun içərisi doludur. 8 dənə budur. Keçək digərlərini axtaraq. Boş qutular. Boş qutularımız da 2, 4, 6 belə yazılır yəni. Kutulara 2 yazılmır. Yəni 2 dənə qutu boşdur. 4 dənə qutu boşdur. Belə 2-2 artır və ən axırdakı 13 ilə 15 arasında 14 dənə boş kutu yerləşdirilir. İndi biz də buradakı boş kutuların sayını tapmalıyıq. 2 dənədən başlayır, 14 dənə olaraq yerləşdirilərək bitirir kutuların sayı. Burada da əvvəlcə bu ardıcıllıqda 2-dən 14-ə qədər neçə dənə bizim cüt ədədimiz var, bunu axtaracaq. Ki burada neçə dənə ədəd var. Ona görə yenə burada da böyündən kiçiyini çıxırıq. Bölürük artım sayına. Burada da artım 2-2-də 2-yə bölürük. Üstə gəl 1 yazırıq. Əvvəlkisini axtardığımız qaydada. Burada 14-dən 2 çıxsaq eğer 12. 12-ni bu 2-yə bölsək 6. 6-nın üstə 1 gəlsək bu 1-i. 12-ni 2-yə böldüm 6. Üstə gəl 1, 7. Demək ki 7 dənə nə var? Burada bizim cüt ədədlərimiz var. 2-də başlayır, 14-də bitir. İndi biz buradakı kutuların sayını tapmalıyıq. Demək ki 7 dəfə bu ədədlərimiz yazılıbdır. Yəni 2, 4, 6, 8. Yəni 2 dənə qutu, 4 dənə qutu, 6 dənə qutu, 8 dənə qutu. Bu qutuların hamısının cəmini tapmalıyıq. Burada hal-hazırda 7 dəfə qutu yazılıbdır. Cüt ədədlərdən ibarət. Bunların sayını axtaracağıq. Sayı axtarmaq üçün ümumi bu ardıcılıqda yerləşən ədədləri sayını, yəni 7-dən vururuq. Böyük ədədlə kiçik ədədin cəminin yarısını, yəni böyük ədəd 14-dür. Üstə gəl kiçik ədəd 2, bölünsün 2. Yəni böyük ilə kiçiyini toplayıb yarısını tapırıq, vururuq buradakı ardıcılıqdakı ədədlərin sayına. İndi buradan bərabər 7 vurulsun. 14 ilə 2-nin cəmi yeri 16. Burada 2-dir. 2 bölürük. İndi 16 ilə 2 ixtisar gedir. Burada 1 qaldı, burada 8. Sonda 7 vur. 8 bərabər 56. Demək ki, burada ümumi yerləşdirilən boş kutuların sayı 56 dənə oldu. 56 dənə boş kutu, 8 dənə də üzərinə ədəd yazılan, tək ədəd yazılan qutu var idi. Ümumi kutuların sayını axtarsaq 8 üstə 56 yeyəcək 64. 64 dənə cavab C variantı. Sınaqlar qrupunda bu tip sualları çox paylaşıram. Yəni girib orada baxaraq, məsələn 17 tipli sualları paylaşıram. Daha yaxşı inkişaf edə bilərsiniz. Keçirik indi 17-ci suala. 17-ci suala deyir ki, aşağıdakı altıbucaqlar müəyyən qayda ilə düzülmüşdür. Bu şəkildə qara rəngli 100 altıbucaqlı varsa, ağ rəngli neçə altıbucaqlı var. İndi baxaq görək, bizim bu fiqurumuz nə formadadır ki, o fiqur ardıcıl təkrarlanır. Baxın, burada şəklini çəkirəm.
Normalde bizim bu bəzəyimiz ardıcıl təkrarına baxacaq. Baxın, digərini çəkirəm burada. Gördüyümüz kimi içərisində 2 dənə qara var. 1, 2, 3 dənə də ağ. 1, 2, 3. Yəni 2 qara, 3 ağ olan bu bəzəyimiz durmadan təkrarlanır və burada bitir. Baxın, burada bitir. Onu çəkim. Mən axırda bu 2 dənə ağ qalır. 2 dənə ağı sonradan nəzərə alasıyıq. Demək ki, hər bir dənə bəzəyin içərisində 2 dənə qara var. Bizə deyir ki, normalda 100 dənə qara rəngli altıbucaqlı var. Biz də 100-ü 2-yə böləcəm. Niyə 2-yə bölürəm? 2-yə bölürəm ki, görək bizim bir dənə bu bəzəkdən neçə dənədir bu? 5 dənəlik fiqur bundan. Yəni bu fiqurdan neçə dənədir? Onu tapmaq üçün hərəsinin içində 2 dənə qara var deyə mən 100-ü 2-yə bölərək tapıram ki, o bəzəkdən neçə dənədir? 50 dənə bəzək var bu bəzəkdən. İndi ağ altıbucaqların sayını tapa bilərik. Hərəsinin içərisində 3 dənə ağ altıbucaqlı var. 1, 2, 3. Deməli, bu bəzəkdən 50 dənəsə və hərəsində 3 dənə ağ altıbucaqlı varsa, mən 50-ni 3-ə vuraraq bu 50 dənə bəzəyimin içərisində ümumi 150 dənə ağ altıbucaqlı olduğunu tapıram. Sonda da 2 dənəsi burada qalıq qalmışdı. Bu 2 dənəni də 150-nin üzərinə gəlirəm. Eləyir 152. Yəni 152 dənə ağ altıbucaqlı olduğunu tapdıq. Cavab C variantı. Keçirik növbəti sual, yəni 18-ci suala. Deməli 18-ci suala deyir ki, A, B, C, D nöqtələri elə düzülüb ki, AB 1, BC 2, CD 3, DA 4-dür. Ortada olan nöqtələri tapın. İndi gördüyümüz kimi ən böyük DA-dır. Birinci DA xətt çəkək. Böyükdən kiçiyə doğru gedək ki, daha rahat tapa bilək. D, burada A. Deməli, buranın uzunluğu 4-dür. Buranı belə 4 yazıram. Sonra CD-dir. CD-nin də bunun içində yerləşdirə bilərəm də. Yəni, məsəl üçün, bura C yerləşdirəcəm. CD-nin uzunluğu 3 verir. Buradan bura deyək 3 olsun. Bura 3 yazdım. O zaman AC də buradan bura nə olacaq? 1 olacaq. Sonra nə verib? BC. BC də 2 verib. BC-nin 2 olması üçün demək ki, bura 1-dirsə AB də 1 verib elə. AB 1. Demək mən bura BC 2, AB də 1 veribsə demək ki, buradan bir uzantı versəm belə. Buradan bir dənə B nöqtəsi qoyası olsaq. Baxın, bura nədir? Gördüyümüz kimi qırmızıladığım yer 1-dir. CA. O zaman mən AB-ni buranı da 1 versəm. Çünki AB deyib 1-dir burada. Buradan AB-ni də 1 verdim. O zaman buradan bura bizim ümumi CB-miz 2 olar mı? Olar. Çünki bu 1 ilə bu 1-in cəmi nədir? 2-dir. Yəni bütün şərtlər ödəndir. Baxın. DA gördüyümüz kimi 4-dür. Buradan bura qədər. Düzgündür. Sonra CD-yə baxırıq 3. CD buradan bura 3. Bu da uyğun gəlir. Sonra deyir BC 2. BC buradan silirəm. Baxın. Birlə bura yazaq. Bura 1-dir. BC buradan bura əqlən 2 olur. Niyə? Çünki CA da 1-dir. AB də 1-dir. CA'nın A'dan 1 olduğunu tapdıq. Çünki bütöv bizim D A'mız 4-dürsə və DC də buradan 3-dürsə bu 4-dən bu çıxanda buradan bura hissəmizdə nə qalır? 1 qalır. Bu hissə. İşte burada 1, burada 1. Ümumi ikisi birlikdə CB'miz 2 oldu. Yəni bu da burada CB, yəni veya BC, CB öncəydi 2-dir. İşte bizə deyir ortada olan nöqtələri götürün. Ortada olan nöqtələr də C və A'dır. Yəni variantımız D variantı. Keçirik 19-cu suala. 2024 natural ədədin hasili 5-ə bərabərdir. Bu ədədin cəmini tapın. 2024 dənə natural ədədin hasili 5-dir. Bu 5 hansı ədədin hasili ola bilər? Yalnız 5 ilə 1-in hasili ola bilər. Demək ki, bizim 2024 dənə natural ədəddən bir dənəsi 5-dir.
Yerdə qalan hamısı 1'dir. 2023 dənəsi, 2023'ü də. Çünki 1'i 1'ə vuranda heç nə dəyişmir. 2023 dənə nöqtə vurulsun 1 yazım. Yəni burada 2023 dənə 1'in hasıdır. Elə 1 eləyəcək. Bura bütöv. Burada alınan, yəni 2023 dənə 1'in hasıdır 1, vurulsun 5. Hası yenə də bizə 5 verir. Çünki bir dənə ədəd burada var. 2023 dənə 1 burada var. Ümumi 2024 dənə ədəd oldu mu? Oldu. Demək ki, 2023 dənə 1'in hasıdır 1'dir. O 1'i də bir dənə 5'ə vuranda hası deyir 5. Bizə deyir ki, bu ədədlərin cəmini tapın. Demək, bir dənə 5 var. Yazıram 5. Üstə gəl. 2023 dənə 1 var burada. 2023 dənə 1'in cəmi ilə 2023 edir. 2023 dənə 1'in cəmi ilə bir dənə bu 5'in cəmi də eləyəcək. Neçə? 2028. Yəni cavabımız A variantı. Keçirik 20-ci suala. Deyib 1'dən 20'yə qədər olan natural ədədlərdən onu aşağıdakı dairələrə yalnız bir dəfə olmaqla yazılır. İstənilən iki qonşu dairədəki ədədlərin fərqi həmin dairələrin altındakı dairədə yazılan ədədlə bərabərdir. Yəni istənilən iki qonşu dediyi, məsələn, bunun fərqi ox işarəsini göstərir. Məsələn, bu eləyir və ya bu ikisinin fərqi qonşudular. Bunun altında yerləşən bu edir və ya bu ikisinin fərqi yazırıq bura. Sonra bu ikisi də qonşu olduğu üçün bunların fərqini bura yazırıq. Sonra bu ikisinin fərqini bura yazırıq. Sonra bu ikisində olan ədədlərin fərqini bura yazırıq. Yəni, bunu demək istəyir bizə. Sonra deyək, bu zaman ən altdakı dairədəki ən çox neçə yaza bilər? Yəni, buranı biz ən çox etməyə çalışacağıq. Buranın ən çox olması üçün biz bilirik ki, ən böyük fərq olması üçün deyilməliyik. Ədədlərdən birini ən böyük seçməliyik. Birini ən kiçik seçməliyik. Yəni, ən böyük ədəddən ən kiçik ədəd çıxmaq ən böyük fərq deməkdir. O zaman biz burada verilmiş dairələrin bir hissəsini ən böyük ədədlər seçəcəyik. Bir hissəsini ən kiçik ədədlər verəcəyik ki, sonda burada ən böyük olsun, burada da ən kiçik, burada ən böyük ədəd alınsın. Tutaq ki, burada da ən kiçik olsun və ya tərsinə burada ən böyük, burada ən kiçik yaza bilərik. Sonda burada ən böyükdən, tutaq ki, mən buranı ən böyük seçim, buranı ən kiçik. Burada da ən böyük ədəddən ən kiçikdə çıxsam, ən böyük fərq əmələ gələcək. Baş hərfdən yazım, ən böyük fərq. İndi, bunun üçün nə edəcəm? Mən bu tərəfi ən böyük seçəcəm, ən başda. Məsələn, bununla bu arasındakı fərq böyük olması üçün buranın ən böyük ədəd verəcəm, buranın ən kiçik. Bizə deyir ki, 1-dən 20'ye qədər ədədlərdir. Mən də bura ən böyüyünü 20'ni seçirəm. Burada ən kiçiyini 1 seçirəm. 2 qoy bu böyüyündən, kiçiyini çıxın, bu hissələr böyük olsun ki, ən axırda buranı ən böyük eləyəcəm. Buranı da ən kiçik ki, böyükdən kiçik çıxıb ən böyük fərq yarada bilim. İndi 20'dən, bu 20 ilə 1 qonşu olduğu üçün 20'dən 1 çıxanda deyir, bura 19. Sonra bura ən kiçik ədəd 2'ni yazacağım. İndi 19'dan 2 çıxsam, bura qalacaq necə? 17. Buna tapdıq. İndi növbəti bu ikisinin fərqini də nə etməyəm ki, sonuçda burada bura bir dənə, məsələn, bura 1-dirsə, bura 2-dirsə. O zaman bura nə olur? 3 olur. Çünki 3'dən 1 çıxsam, bura 2 eləyər də. Buna tapdıq. Sonra bura 3 vermişəm. İndi biz 1-dən 20'ye qədər ədədləri deyil, hamısını bir dəfə istifadə et, onu istifadə et. Və yalnız bir dəfə olmaqla yazılır deyil həmin ədədlər. Yəni, mən belə deyim də, bura düşünərəm ki, buranı ən kiçik seçsin, buranı tutaq 1 edim də, bunu düşünürəm. O zaman burada 4 yazmalıyım. 4'dən 3 çıxanda 1 edir. Amma 1 burada da olduğu üçün mən burada 1 yaza bilmirəm. Çünki deyil, hər bir ədəddən bir dəfə istifadə et. Yalnız bir dəfə olmaqla yazılır deyil. Onu aşağıdakı dairələr bir dəfə yazılır. Demək ki, mən burada 4 yox, 5 yazmanı düşünsəm, 5'dən 3 çıxanda burada 2, burada 2 olduğu üçün 5 yaza bilmirəm. O zaman 6 yazacağım. 2, 6'dan bu 3 çıxsam, bura 3 olsun. O zaman yenə problem var. Niyə? Çünki buradakı 3 ilə buradakı 3 eynidir. O zaman nə edəcək? 7'dən 3 çıxacaq. 7'dən 3 çıxsam, bura 4 edir. Qəşəng. Bura oldu, 4 oldu. Amma yenə də nə problem olur? Bu 4'dən bu 2'ye çıxanda bura 2'dir deyə. Bu da bizim üçün problemdir.
O zaman ne edeceğim? Demek ki bura 4 olmamalı. Elə yanayım ki, bura 4 olmasın. Çünkü bura 4, buranı 3 ve 2 seçmiştim. 3'ten bir çıxın bir 2'ye girdi. Bura 4 verəndə 4'ten bu 2'nin çıxını bura yazmalıyam. Bu da 2 olur deyə. O zaman bu 2 ilə bu 2 eyni deyə bizim müxtəliflik şərtimiz pozulur. O zaman ben bura 4 yox, 5 yazacağım. Buranın 5 olması üçün də bura ne yazdım? 8. Çünkü bu 8'den bu 3'ü çıxacağım qonşu olduqlar üçün yazacağım bura 5. 5'ten de bu 2'ni çıxsam buraya yer 3. Gördüğümüz için burada yine problem oldu. Problem nedir? Bakın burada 3 var, burada 3 var. Enli oldu. O zaman ben buraya 9 düşünüyorum. 9'un 3 çıxsam bura 6 yer. 6'dan 2 çıxsam bura 4 yer. Ama burada da daha kiçik yarada bilərəm. Yəni buranı 4 edəndə normal 17 çıx. Bir dəfə 13 verir, amma bunu seçməyəcəm. Çünki mən eləməyəm ki, bura daha kiçik olsun. Yəni mən buradan buranı 3 yox 4 etsəm, tax buranı 4 verək, buranı 3 etməyə çalışacağım. O zaman 9'dan 4 çıxan bura 5 qalır. 5'ten də bax alınır da 9'dan 4'ü çıxıram, qaldı 5. 5'ten də bu 2'ni çıxsam 3. 17'den de 3 çıxsam bura 14. Yəni belə ola bilər. Ədədlərimizin düzülüşü bu oldu. Yəni gördüyümüz kimi hamısı fərqlidir. Burasını 1, 2, 3 belə sırayla düzdük. Burası 20'den 17'ye kadar sırayla geriye doğru yazdım. Burada 4, 5 sırayla yazdık. Burada 9 düştü. 9'dan 4 çıxdıq. 5 qaldı. 5'ten 2 çıxdım. Burada 3 qaldı. Burada 17 tapmışdıq. Necə? 20'den 1 çıxdım. 19 oldu burası. 19'dan bu 2'nin çıxanda bura 17 oldu. 17'den bu 3 çıxanda 14 qaldı. Yəni bura ən böyük 14 oldu. Çünki ən bura 1'i, sonra 2'ni, sonra 3'ü yazmışıq. Kiçikdən böyük doğru gedirik ki, qoy daha kiçik, daha böyük cavab alınsın burada. Yəni dur bura 3 verə bilməzdim. Çünki birbaşa buradan 3 verəm. O zaman 17 olacaq. Sonra bir 2 versəydim 15'e düşəcəkdi. Sonra bir 3 versəm 12'ye düşəcəkdi. Yəni ona görə ən kiçik bura, ən böyük bura seçirəm ki, ən birincidən bu hissəm daha böyük olsun ki, sonradan buranı da sonra ən kiçik çıxıram ki, burada daha böyük olsun ki, burada da ən kiçik yazarkən bizim fərqimiz ən kiçik alına bilsin burada 14. Yəni cavabımız A variantı olacaq. Bu cür düzülüşlə bir analiz edərək göstərdik. Keçirik indi 21-ci suala. Ədədin yarısının yarısı həmin ədədin ikimisinin neçə faizini təşkil edir? Ədədimiz 100 götürsə, yəni faizlə əlaqəli suallarda çalışın ki, ədəddən danışsa həmin ədədi 100 götürməyə çalışın. Düzdür, hər bir ədəd seçərkən cavab alınacaq. Mən 100 də götürüb, başqa ədəd götürüb yazaram. İndi 100 götürdüm. 100'ün yarısının yarısı, 100'ün yarısı 50'ye yer. 50'nin yarısı 25. Yəni bizə deyir ki, ədədin, yəni mən 100 götürdüm, yarısının yarısı, yəni yarısı 50, yarısının yarısı da 25 oldu. Deyir, həmin ədədin 2 mislinin neçə faizini təşkil edir? Götürdüyüm ədəd 100 idi, bunun 2 misli 200'dür. Deyir ki, bu 25, bu 200'ün neçə faizdir? Baxacağım gör, bu 25, 200'ün hansı hissəsini təşkil edir? Buna baxacaq. 200'də 25 hissəsini təşkil edir. Bunu ixtisar etsək, eləcək neçə? 8'də 1. 8'də 1 də vuracam 100'ə. Çünki 8'də 1 hissəsini təşkil edir. Faiz olaraq da ki, tapmaq üçün 8'də 1 hissəni 100%'ə vuracam. Çünki ədədi faizi çevirmək üçün 100'ə vurulur. Buradan da alınacaq 8'də 100. 100'ü də 8'dən 4 ixtisar etsək, burada 2, burada 25 qaldı. Sonuçta 2'də 25 qalıb. Bu da kəsir xətti bölmə olduğu üçün 25 2'ye bölsək 12,5% edir. Cavabımız yəni 12,5% edəcək. Cavab B mənimdir. Yəni, başqa ədədləri seçə bilərsiniz. Məsələn, mən dur burada başqa ədəd bir dənə göstərim ədəd üzərinə. Məsələn, atıram 140 götürdüm. 140 götürərsən o zaman 140'ın yarısı 70, onun da yarısı 35 edir. İndi bu 35, bu 140'ın 2 mislinin hansı faizini təşkil edir? Bunu tapacağım. 140'ın 2 misli deyəcək 280. İndi 35, bu 280 hansı hissəsini təşkil edir? Birinci bunu baxacaq. 280'də 35 hissəsini. Bunları da ixtisar etsək, yenə də burada alınacaq 8'də 1. Çünki 35'ə 35'ə bölüm 1, 280'ə 35'ə böldüm
8 qaldı. Yenə bu faizi çevirmək üçün 100-ə vuracam. Yenə də burada cavabda 12,5 eləyəcək. Cavabımız 12,5 B bəndi. Keçək 22-ci suala. 22 deyir ki, kubun bütün üzlərində cüt ədədlər yazılmışdır. Qarşı üzərindəki ədədlərin cəmi 14-dür. Kub döndürülərək X hissəsinə gətirilir. Yəni, bura gətirilir. Bu zaman kubun üst üzündə hansı ədəd olacaq? Yəni, bura gəlib çatan anda üst üzdə, yəni üst üzdə deyil, buradır. Burada hansı ədəd olacaq, onu axtarırıq. İndi çevirək. İndi baxaq görək, qarşı üzləri hansıdır? İndi buradan bura gəlib çıxıbdır bizim gördüyümüz kimi kubumuz. İndi bizə dedi ki, kubun qarşı üzərindəki ədədlərin cəmi 14. O zaman kub bu vəziyyətdə qarşı üzərini tapaq. O zaman üst tərəf 4 isə bunun qarşı üzü altda olan tərəfdir. Yəni altındakı bu hissədir. Alt tərəf belə oxşarız qoyacağım. Yerləşən ədəd 10 olacaq. Çünki bütün üzəri 10-dur. Yox, bütün üzəri cüt ədəddir. Və qarşı üzərin cəmi 14-dür. Əgər bu 4-dürsə, bu 4-ün qarşı üzü kubun altında olan üzdür. Yəni 4-dən 10-un cəmi 14 elər. 12 sağ tərəfdə yerləşir. Bunu da sol tərəfindəki bunun qarşı üzü sayılır. O zaman sol tərəfində 2 yerləşir. Çünki cəmi 14 olmalıdır. Və bura 8 yazıbsa, bunun arxasındakı, yəni bu önüdür. Arxası da bunun nə olacaq? Önündəki bu 8-in qarşı üzü olacaq. Bunların cəmi 14 olması üçün bura yazacağım 6. Deməli, buradakı 10 4-ün altındadır. 2 12-nin solundadır. 6 isə 8-in önündədir. Yəni, belə yək. 8-in altın cəmi 14. İndi, əvvəlcə bunu bu istiqamət aşırırlar. Yəni, kubu belə aşırırıq. Aşırdığımızda o zaman bu 2 üst üzə gələcək. Yəni, A-da üst üzdə olan 2-dir. O zaman 10 da gələcək bu 2-nin yerinə, elə bir. Növbəti dəfə aşırdığımda bu 10 gəlib üst üzə düşəcək. Yəni, B vəziyyətində üst üzə olan 10 olacaq. O zaman 10 bura gəldi və üst üzə qalxdısa, o zaman buradakı 12 bura gəlmişdi, 10 üst. Belə deyim də, 4 bura düşdü, bizi qalxdı. Yəni, birincidən 2 üst üzə düşmüşdü. Kubu çəkir olacaq. 10 da gəlmişdi yan üzə. O zaman 12 də gəlmişdi bura. Buradaydı. İndi mən 10 bura gələndə, üst üzə qalxanda 12 də gələcək bunun yan tərəfinə. Yəni, onun yerində olacaq. Bunun yerini dəyişəndə bura 12 olacaq. 12-nin qarşısında üst üzə 10 düşdü. Deməli, 10 da arxasında, onun da arxasında burada üst üzə 10 düşsə, o zaman 12 burada olacaq yenə də. Yenədən başdan başlayayım. Qarşıda gözləyim, bir dənə deyim. Qeyd etməyi unutdum ən başdan. Bütün hər tərəfi. İndi başdan bir dənə başlayaq. Deməli, birinci də, bax, bura 2-dir, bura 4. 4-ü belə çevrəsi olsam, gələcək nə? Yan tərəfə gələcək 4. 4 yana gələcək. 12 alt tərəfə düşəcək. 10 gələcək bura. 2 də çıxacaq üst üzə. Yerlərini dəyişib. Yəni, hal-hazırda bu vəziyyətdədir. 2 burada olanda bizim kubumuzun üzləri bu vəziyyətdə. Yan, alt, sağ, sol, hamısı. Sonra bu 10 üst üzə gəlir. Yəni, üst tərəfə gəlir bu 10. 2 də gələcək 4-ün yerinə. 2 gələcək bir əvvəl üst üzə idi. 2. 2 gələcək bura. 2 burada olacaq. Bunu yaşla yumurluyum. O zaman 4 burada olacaq. Yaşla yumurladım. Sonra 12 gələcək bura. 12 bura yumurladım. 10 da üst üzə çıxacaq. Yəni, bura 10 yazıram. Yaşlılar da hal-hazırda bizim tərəfimizdə duran figurlar. Yəni, ədədlər 10 üst üzədir. İndi 10 üst üzdədir. Bu dəfə yenə fırlasaq 12 gələcək üst üzə düşəcək. Bu C nöqtəsinin 12 ən üst üzdə olur. Sonra 2 buradaydı. 2-ni 12 üst üzə çıxdı. Yenə bunu fərqli bir rəng edim. Anlayaq. İndi 12 üst üzə çıxdı. O zaman 12 üst üzə çıxıbsa 10 da nə edəcək? Əvvəlcə 10 üst üzdəydi. 10 da gələcək
yan tərəfə, yəni bura gələcək. Bax burada. Buranı silirəm. 10 bura gəldi. Sonra 10 bura gəldisə, bayaq demişdik ki 12 də yan tərəfdəydi. O zaman 12 üst-üzə gəldi. 12 yazdım. 10. Sonra 4'ümüz buradaydı. 4 o zaman gələcək bura. 4 bura gəldi. Belə quruluşumuz bu oldu. İndi növbətdə 4 üst-üzə çıxacaq. Çünki 4 gəlir fırlanır bura, üst-üzə düşür. 4 deməli ən üst-üzdədir. Ən burada, yəni bu tərəfə gələn 4 üst-üzdə oldu. Buraları silirəm. Çünki bizim yalnız üst-üzlər dəyişir. Yəni sonuçda yenə də bu kubumuz gəlib bura çatanda eyni formada olur. Yəni eyni bu formada qalacaq. Elə burada da fırlandı. 4 üst-üzə düşdü. Elə burada da 4 üst-üzdədir. Burada da. Yəni bu kubunun eynisi. Yəni önü 8, burası 12-dir. Üst-üzə də 4. Belə. İndi bunu fırlayacaq dəyə bu tərəfə doğru. Belə bu istiqamət. Yəni 4 taş üst-üzdədirsə fırlayası o zaman bu 8-in arxası nə idi? 6 idi də cəmi 14 olması üçün. Bura 6 idi. Alt tərəfdə də nə idi? 4 idisə bunun altında nə var idi? 10 idi. Bunun arasında 2 idi. İndi bunu fırlayası olsam y'yə gələrkən bu bir istiqamət açdığı üçün arxadan önə doğru aşırırıq bunu. Bu istiqaməti aşırırıq arxadan önə doğru. O zaman 6 neyəcək? Üst-üzə qalxacaqsa. Çünki 6 arxadadır. 4 fırlanaraq ön tərəfə gələcək. Yəni 8-in olduğu yerə gələcək. 6 üst tərəfə çıxacaq. Yəni 6 burada üst tərəfdə olacaq. 10-dakı altdaydı. Yəni gələcək arxa tərəfə. Yəni 10 da burada olacaq. Bu vəziyyət yaranır. İndi növbət dəfə bir də fırlasaq 10 arxada olduğu üçün bu dəfə 10 üst-üzə gələcək. 10 üst-üzə gəldi. 10 bura gəldi. Və 6 yana düşəcək. 6 yan tərəfdə oldu bu dəfə. 4 alt tərəfə düşdü. 6 yan tərəfə gəldi. Buradaydı. 10 da üst-üzə çıxdı. 10 üst-üzə çıxıb bir dənə də üzümüzün rəqəmini alacaq. Deməli 4 altdadırsa üstü 10'dur. Cəmi 10'dur. Yəni 8 də arxada olacaq. İndi 8 buraydı. Bunun arxasındakı 8 olacaq. Dəli çünki 6 ilə 8 cəmi 14 edir. İndi bir dəfə fırlayası olsaq, o zaman 8 arxadadır. 8 üst-üzə çıxacaq. 8 üst-üzə çıxdı. Yəni yerlərini dəyişəcəm. 4 arxaya çıxdı. Çünki 4 altdaydı. Fırlanaraq bu istiqamət. Keçdi arxaya. Yəni arxaya keçdi. Sonra 6 bu tərəfə düşdü. 10 bura gəldi. 8 də arxaya düşürdü. Bura hamısı yazır. Və burada 8 düşdü. 8 arxadaydı. 6, 4. Üstü 8, 6. Alt üst üzündə 8'dir. Buraya yazdım. Alt tərəfində 6 olacaq. Cəmlə 14 olduğu üçün. Bura 10'dursa bunun arxasında 4 var da. Arxada 4 oldu. Bu vəziyyətdə figurumuz bu dəfə də bu istiqamətdə fırlanacaq. Üst-üzə 8'dir bu vəziyyət. Amma 12 falan dəyişmir. Çünki biz bunu belə fırlayanda 12 yerində qalıbdır. İndi bunu bu istiqamətdə fırlayası olsam, kubu bu istiqamətdə fırlasam, 12 qalxacaq üst tərəfə. Yəni sonuçta üst-üzə 12 çıxacaq. Bizə bu lazım idi. Yəni üst-üzə düşən figur hansı idi? 12 D variantı. Keçirik 23-cü suala. A, B, C natural ədədlərdir. Burada bizə məsəl üçün bu A-nın B-ni toplayıb 2B yazıb. Vurub diyor. Burada vurma işarəsidir. Demək ki, A-nı B-ni bir-birinə vurub kəsişməsində 2B-ni alıb. Yəni yazırım A vurulsun B bərabər 2B. 2 dənə B. Buradan biz ixtisar edə bilərik. Yəni bu B ilə bu B ixtisar gedir. A bərabər 2 qalır. Demək A 2 imiş. İndi biz burada A'nı yeni 2 yazacağım. Demək A 2'dir. Burada da 6A yazıb. Buradan istifadə edib buranın nə olduğunu tapa bilərik. Burada 6A yazıb. Demək ki, A'nı 2 tapmışamsa, o zaman bura 6 vurulsun. A'nı yeni 2 yazsam, bura 12 olacaq. Demək, bura 12'dir. 6'mız 2, 12 oldu. 12 necə alıb? B ilə C'ni toplayaraq.
Çünki burada toplama işarəsidir. B ilə C-ni toplayıb kəsməsini 12 alıb. Yazıram B üstü gəl C bərabər 12-dir. A-nı da tapmışdıq. Burada 2 tapmışdıq. A da bərabərdir 2-dir. Bizə də A plus B plus C-ni istəyir. O zaman qiymətləri yenə qoya bilərəm. Biz buradan tapdıq ki, deməli nədir? Bizim B plus C ikisi birlikdə 12-dir. B plus C-ni yenə 12 qoyacağım. A-ya da 2 tapmışam burada. İşte 2 qoyam. 2 üstü gəl 12. Ece 14. Cevabımız C variantı. Keçirik 24-cü suala. Arıcı notlarlar müəyyən qaydaya görə aşağıdakı cədvəldə yerləşdirilmişdir. Buna görə 2021 ədədi hansı hərfin altında yer alacaqdır? Buradakı ədədlərə baxası olsaq, yəni görürük ki, hamısı 7 artır. Baxın, 1-dən 8-ə 7 vaid artıb, 5-dən 12-yə 7 vaid, 2-dən 9-a 7 vaid artıb, 6-dan 13-ə 7 vaid, 3-dən 10-a da 7 vaid artıb, 4-dən 11-ə 7 vaid artıb. Demək 7-dən burada 7 vaid artıb 14 olacaq. Yəni hamısı gördüyümüz kimi 7 artır. Bizə deyir ki, 2021 ədədi hansı hərfin altında yerləşir? Demək ki, mən 2021-i 7-yə bölməliyəm. Çünki qalıq nə qalır? Çünki məsələn, buradakı ədədə 1, 8, 7-yə bölündə qalıq 1 qalan ədədlərdir. Bax, 1 qalıb, 8, 7-yə 1 qalıq qalır. Və ya 5-i 7-yə bölsəm, 5-in özü 7-yə bölmədiyi üçün qalıq 5 qalır. 12-ni 7-yə bölsəm, qalıq 5 qalır. Burada 2, 7-yə bölmədiyi üçün 2 qalıq qalır. 9-da 7-yə bölündə 2 qalıq qalır. Burada 6-nı 7-yə bölündə 7-yə bölmədiyi üçün 6-nın özü qalıqdır. 13-ü də 7-yə bölündə qalıq 6 qalır. Buradakı da 3-dür, bu da 10-dur. Həqiqətən 3-ü 7-yə bölündə 3 özü qalıq sayılır. 10-u 7-yə bölündə qalıq 3 qalır. Bu 7-7-yə tam bölünür, 14 7-yə tam bölünür. Bu 4 7-yə bölünmədiyi üçün özü 4 qalıq qalır. 11 də 7-yə bölündə 4 qalıq qalır. Demək ki, qalıq 1 qalanlar, 2 qalanlar, yox, qalıq 5 qalanlardır. Burada 1 qalanlar üstündən yazıram. C-nin altındakılar qalıq 2 qalanlardır. D-nin altındakılar qalıq 6 qalanlardır. Y-nin altındakılar qalıq 3 qalanlardır. F-dəkilər tam bölünür, yəni qalıq qalmır, belə qoyaq. Burada G-nin altındakılar qalıq 4 qalanlardır. 2021-i 7-yə böləcəm, qalıq necə qalırsa cavabımız olacaq. İndi 20 içində 7 2 dəfədir, çıxıram 14-ü, qaldı 6, 62, 62-nin içində 8 dəfədir, çıxıram 56-nı, qaldı 6, burada 61, 61 7-yə bölsəm 8 yerləşir, 61-dən 56-nı çıxsam, qalıq 5 qalır. Qalıq 5 qalan hansı idi? B-nin altındakılar idi, buradan qeyd aparmışdıq. Demək ki, 2021 də burada yerləşəcək, B-nin altında, yəni cavab B bəndi B-nin altında. Keçirik növbəti sual, 25-ci suala. 25-də deyir ki, aşağıda 8 hissəyə bölünmüş bir çoxbucaqlı verilmişdir. İstənilən ardıcıl 4 hissədəki ədədlərin cəmi 50-dir. Yaşıl rəng hissələr yazılacaq ədədlərin cəmi neçə olar? Burada deyir ki, 4 dənə ardıcıl xanadakı ədədlərin cəmi 50-dir. Tutaq ki, mən bura A verim, bura B verim, qırmızıdan yazaq. Bura C verim, burada Y verim. İndi burada yazıram A üstü gəl 10, üstü gəl B, üstü gəl buradakı C. Neçə yiyəcək? Bərabər 50. Çünki 4 dənə ardıcıl deyil, 50-dir. Növbəti sıralama yazsam, o zaman bura yazacağım. Yazacağım ki 10, üstü gəl B, üstü gəl C, üstü gəl 12 bərabər nəyə? 50-yə. Biz buradan bu 50-dən bu 12-ni bunların cəminə baxacaq. Bax, bu 10-dur, bu da 12 cəmi neçə? 22. Burada B plus C var da, yazıram. B üstü gəl C, üstü gəl bu 10 ilə 12-nin cəmini, yəni 22-ni. Bərabər 50-yə. O zaman mən buradan B plus C-nin cəmini taparam. B üstü gəl C bərabərdir 50-dən 22-ni çıxsam edəcək neçə? 28. B plus C 28 isə buradakı B plus C-nin yeni 28 yazıram, sildim 28 yazdım. O zaman bu 10 ilə 28 toplasaq edəcək 38, bunları silirəm 38 yazıram. 38-dən A-nın cəmi 50-dirsə, 50-dən 38 çıxsaq A-nı taparıq. 50 çıxsın 38 deyir 12, yəni A bərabər 12. A-nı tapdıq 12. A-nı 12 tapdıqsa, indi sonra keçirib bu hissəyə, burada nə verək? Yəni X hərfi verək. A-nı tapdıq 12, bunu qeyd aparam. Sonra başqa qeydlərimiz aparaq. Bunları silirəm.
başqa qeydlərimizi aparaq. İndi buradan da 3 dənənin cəmindən 50 olsa B plus C-ni tapmışdıq bayaq. Bura 12 idi, A 12 idi. B plus C-ni də tapmışdıq 28 bayaq lan. 28-ni geriyə qaytarım. Buraya yazmışdıq. B plus C 28 buradan 28-dir B plus C. Buraları silirəm. B plus C-ni saxlayacağım burada. B plus C 28 isə buradakı B plus C-ni 28 yazacağam. 3'ü 4 dənə üzərindən bax Y üstə gəl 12, üstə gəl B üstə gəl C bərabər 50 olmalıdır. Buradakı B plus C-ni yerinə 28 qoyacağam. 28 üstə gəl 12 üstə gəl Y bərabər 50 deyir. O zaman bu 12'dir. Bax bu 12 idi. 12 28-in cəmi necə? 40. O zaman Y üstə gəl 40 bərabər 50. 50-dən də B üstə gəl C-ni buradan yazaq. 28 idi. 50-dən 40 çıxsaq Y bərabər 10 var. Y-ni tapdım 10. Buraya yazıram 10. Buranı tapdıq. O zaman buradan X tapa bilərik. Çünki burada 10, 8 və 12. Bu 8, 12 cəmi eləyir neçə? 20. 20 üstünə bu 10 gəlsə 30. O zaman X-ə nə qalacaq? 20 qalacaq 50 olması üçün. X-də 20 tapdıq. Buradan 20 yazıram. Yaşılın birini tapdıq. İndi digərini tapa bilərik. Bura 20'dir. İndi buradan bura 12 idi. Bu 10 idi. Burada 8'dir. Bunların hamısını bilirik. Buradan bu 8 ilə 12-nin cəmi 20. 20 üzərinə bu 10 gələcək 30. 4 dənəsi də bunlar. Bunların hamısı bir 50 olmalı. Deməli 30'sa B nə olsa 50'yə 20. B də 20, X də 20. Bizə deyir ki, yaşıldaşların cəmini tapın. Yaşıldaşların ikisi 20 oldu. 20 üstə 20 bərabər 40. Yəni cavabımız da 40 olacaq. İzahımız bu qədər. Növbəti inşallah sınaqları, yarım final suallarını, final suallarını və əvvəlkilərin sınaqlarının da izahlarını paylaşacağım. Onun üçün də şərhlər bölməsindəki Instagrama, WhatsApp və Telegram kanallarına daxil olun. YouTube kanalımızı da bəyənin, paylaşın. Sağ olun, təşəkkür edirəm.